Deməli uşaqlar, Azərbaycanın iqtisadi rayonlarının səciyyəsində biz bilirik ki, son bölgəyə əsasən Azərbaycanda 14 iqtisadi rayon mövcuddur və bu 14 iqtisadi rayonun ki, biz yeni iqtisadi rayonunda quruculuq bərpa işlərinin aparıldığını, daha sürətlə aparıldığını digər rayonlara nisbətən müşahidə eləyə bilərik. Bunlar hansı iqtisadi rayonlardır? Biz burada Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını bilirik ki, bunlarda deməli quruculuq bərpa işləri daha sürətlə aparılır. Bunun da səbəbi biz bilirik ki, işğaldan yeni azad olduğu üçün orada infrastrukturun deməli heç olmaması və yəni çox həddən artıq zəif olması və böyük bir ehtiyacın həmin ərazidə olmasıdır. Hansı burada işlər görülür? Əvvəlcə biz onlara bir nəzər yetirək. Deməli, hansı işlər görülür? Biz onlara nəzər yetirək. Baxın, görürsünüz ki, burada deməli, biz həmin regionda Ağdam-Xankəndi dəmir yolunu görürük. Daha sonra biz Əhmədbəyli, Füzuli ərazisində Şuşa yolunu görürük, yəni Füzulidən Şuşaya. Daha sonra isə Tərtərdən Suqovuşana deməli, avtomobil yollarının çəkildiyini biz görürük. Və biz burada təbii ehtiyatların da artıq istismarına başladığını görürük. Zəngilanda Vecnəli, Kəlbəcərdə Zod, daha sonra deməli, yəni Söyüdlü adı ilə də məşhurdur və deməli Vecnəli və Zod qızıl yataqlarının istismarını biz görürük və həmin burada deməli Xudafərin və Suqovuşan su elektrik stansiyalarının biz deməli istifadəyə verilməsini və bundan səmərəli şəkildə istifadə olunduğunu biz qeyd eləyə bilərik. Və burada iqtisadi cəhətdən, yəni sənaye baxımından da müəyyən işlər görülür. Hansıdır bunlar? Ağdamda biz sənaye parkını, Araz vadisində isə biz iqtisadi zonanın yaradılmasını deməli müşahidə eləyirik. Və burada deməli müəyyən kənd təsərrüfatında da irəliləyişlər biz görürük. Hansıdır bunlar? Baxın, burada deməli biz üzümçülüyü, pambıqçılığı, taxılçılıq və dağlıq ərazilərdə isə biz həmin bu kənd təsərrüfatından əlavə olaraq dağ mədən, heyvandarlıq kimi deməli müəssisələrin, yəni təsərrüfatların inkişafda olduğunu və burada digər bəzi emal müəssisələrinin də deməli tikintisinin nəzərdə tutulduğunu biz qeyd edirik. Və ümumən biz baxaq, deməli burada Azərbaycanda işğal olunmuş ərazilərində görülən əsas işlərin qısa xülasəsi. Baxın, biz burada deməli Zəngilan və Füzulidə hava limanının tikildiyini görürük. Laçında, Kəlbəcərdə artıq hava limanının tikintisinə başlanılmışdır və yeni şəhərlərdən biz Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanın yenidən salındığını, yəni artıq yeni bir şəhər, deməli müasir üslubda yeni bir şəhər salındığını biz qeyd edirik və burada biz deməli Şuşada geniş miqyaslı quruculuq işlərinin görüldüyünü və Füzulidən Şuşaya Zəfər yolunun, deməli Zəfər yolu adlanan avtomobil yolunun çəkildiyini biz qeyd edirik. Daha sonra biz burada Zəngilanda Ağıllı kənd layihəsini görürük. Hansı kənddədir bu? Ağamalı kəndindədir. Və daha sonra biz burada deməli Kəlbəcər və Göygöl rayonlarından, yəni Göygöldən Kəlbəcərə tunel yolunun, baxın Kəlbəcərdə tunel yolunda yenidən qurma işlərinin aparıldığını biz qeyd eləyirik. Və ən əsası da burada biz həmin Naxçıvanla deməli Azərbaycanın arasında Borus yolunun bərpası üçün deməli Zəngəzur dəhlizinin əhəmiyyətli olduğunu biz qeyd eləyirik. Daha sonra isə biz burada aşağıda deməli Azərbaycanda investisiya qoyuluşuna fikir veririk. Baxın, burada deməli manatla bildirilib. Baxın, gördüyünüz kimi birinci yerdə deməli həmişə olduğu kimi Bakı iqtisadi rayonunu biz qeyd edirik. Baxın, gördüyünüz kimi 2500-dən 4000-ə qədər, 4500-ə qədər deməli burada qoyuluşu, yəni investisiya qoyuluşunu biz qeyd edirik. Baxın, gördüyünüz kimi Bakı iqtisadi rayonunda
Ekrana toxunmayın inşallah. Aha, daha sonra isə biz digər rayonlardan da baxın gördüyünüz kimi Qarabağ İqtisadi rayonunda və Şərqi Zəngəzur İqtisadi rayonunda biz deməli, eee, həmin bu işlərin görüldüyünü qeyd edirik. Aha. Və, bir qədər az deməli investisiya qoyulan, bizdə ərazilər, baxın Mərkəzi Aran rayonları sarı rənglə gördüyünüz kimi deməli verilir və burada da hər hansısa bir kənd təsərrüfatının, belə deyək, əlverişsiz torpaqların olması da buna əsas səbəblərindən deməli biridir. İndi isə biz keçək yavaş-yavaş ayrı-ayrı iqtisadi rayonların deməli ümumi səciyyəsinə. Deməli, biz burada hal-hazırda 2021-ci ildən etibarən baxın gördüyünüz kimi 14 iqtisadi rayon olduğunu görürük və biz başlayırıq birinci Bakı iqtisadi rayonu ilə. Bakı iqtisadi rayonu ilə başlayırıq. Biz deməli burada Bakı iqtisadi rayonunda əvvəlcə biz baxaq ərazi baxımından deməli hansı şəhər və rayonları özündə birləşdirir. Baxın gördüyünüz kimi Bakı iqtisadi rayonu burada tünd mavi rənglə verilib. Deməli, biz Bakı iqtisadi rayonunun tərkibində 12 dənə rayon sayırıq. Keçən dəfə biz bunları qeyd eləmişdik. Bunlar hansılar idi? Binəqədi, Sabunçu, deməli Xəzər, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai, Səbail, Suraxanı və Pirallahı rayonlarını biz qeyd eləyirik. Və bir də burada baxın bu ərazidə biz Qaradağ deməli rayonunu qeyd edirik ki, Bakı iqtisadi rayonunun deməli tərkibində yerləşir. Sahəsi 2,14 min kvadrat kilometrdir və rəsmi əhalisi də biz deyirik ki, 2 milyon yarıma yaxındır. Biz burada deməli, əsas şəhər mərkəz kimi Bakı şəhərini qeyd edirik, Respublika tabeli şəhər olduğunu biz qeyd edirik və coğrafi mövqeyi də çox əlverişlidir. Əsas burada əlverişli olan tərəfi biz Bakının deməli, Xəzər dənizi sahilində olduğunu mütləq şəkildə qeyd eləməliyik. Biz burada deməli Bakı iqtisadi rayonunda daxil olan 12 rayonu qeyd elədik. Ümumilikdə Bakı əhalisinin, daha doğrusu Bakı iqtisadi rayonuna Azərbaycan əhalisinin təxminən biz qeyd eləyəcəyik ki, deməli 43% düşür. Yəni Bakı əhalisinin təxminən deməli yarısına yaxını biz burada yerləşdiyini, yəni rəsmi olaraq burada qeydiyyatda olduğunu qeyd eləyəcəyik. Və biz burada təbii sərvətlərdən qeyd eləyəcəyik ki, deməli əsas biz bilirik ki, neft və təbii qazdır Bakı iqtisadi rayonunda. Daha sonra biz burada kvars qumunu, əhəng daşını və digər tikinti materiallarını da qeyd eləmiş olacağıq. Və burada biz həmin ixtisaslaşmış sənaye sahələrindən, deməli ixtisaslaşmış sənaye sahələrindən biz neft və qazın çox olduğunu qeyd etdiyimizə görə hansı hasilat deməli sənayələr inkişaf edəcək? Təbii ki, neft və qaz, sahə hasilat və emal sənayeləri burada daha yaxşı inkişaf eləyəcək. Və bununla yanaşı da biz neft və qazın olduğu deməli ərazidə üstünlüyü təbii ki, kimya və deməli və digər deməli kimya emalı müəssisələrinin də burada üstünlük təşkil elədiyini biz qeyd edirik. Deməli biz daha sonra burada deməli dedik ki, Azərbaycanın digər regionları kimi Bakı iqtisadi rayonunda deməli biz Bakı iqtisadi rayonunda digər iqtisadi rayonlarımızda olduğu kimi burada da müxtəlif deməli sənaye müəssisələrini görə bilərik. Əsas burada elektrotexnika və maşın qayırımının xüsusilə üstün olduğunu biz qeyd eləyə bilərik və həmçinin də burada deməli metallurgiya zavodları da deməli mövcuddur. Biz bunun əhalisindən qeyd elədik ki, deməli biz əhalinin təxminən 43% burada yerləşir. Milli azlıqlardan biz bu Bakı iqtisadi rayonunu deməli çox müxtəlif şəkildə görürük. Yəni burada həm istər talışlar, tatlar, daha sonra ləzgilər, udinlər və s. saxurlar kimi müxtəlif deməli millətlərə mənsub olan
nümayəndələrin Bakı İqtisadi rayonunda biz cəmləşdiyini görürük. Yəni müxtəlifliyinə görə Bakı İqtisadi rayonu ən, belə deyək, qarışıq iqtisadi rayonlardan biridir milli tərkibinə görə. Aha, biz burada digər deməli məsələlərdən baxın gördüyünüz kimi deməli biz burada 12 iqtisadi rayonu qeyd elədik. Aha, daha sonra biz burada deməli bir saniyə. Aha, biz burada deməli baxın gördüyünüz kimi qeyd olunub ki, deməli həmin bu ərazidə, yəni iqtisadi rayonda yerli tələbat enerji olan İES-lərin və Mingəçevir su elektrik stansiyalarının deməli hesabına ödənilir. Biz bilirik ki, burada ehtiyac yüksəkdir və biz bunu burada qeyd eləyirik. Və əsas da burada bir qədər də biz gördüyünüz kimi külək və günəş elektrik stansiyalarından, yəni bunlar alternativ elektrik enerji mənbələri sayılır. Biz bunları qeyd edirik ki, burada da istifadə deməli olunur. Aha, biz burada deməli neft-qaz hasilatını, daha sonra neft-kimyanı, kimyanı, metallurgiya, maşın qayırmanı və digər elektrotexnika sənayelərinin ixtisaslaşdığını biz görürük. Və burada həmçinin sənaye məsələlərinə əlavə yüngül və qida sənayeləri də inkişaf etmişdir. Biz bilirik ki, əsas deməli quşçuluq mərkəzi də Bakı İqtisadi rayonudur. Daha sonra burada biz deməli heyvandarlıqdan südlük, ətliyi qeyd eləyirik. Daha sonra biz burada müxtəlif tərəvəzlərdən, xüsusilə də istixana şəraitində yetişdirilən tərəvəzlərdən, yəni istixana şəraitində yetişdirilən tərəvəzlərin biz deməli Bakı İqtisadi rayonunda istehlak olunduğunu, yəni tələbatı ödədiyini qeyd edirik. Və burada rayon ərazisində, yəni iqtisadi rayon ərazisində Qaradağ və Pirallahı sənaye parkları da mövcuddur. Və hansı şirkətlərin biz burada olduğunu qeyd edirik. Baxın, gördüyünüz kimi İsveçrə və Azərbaycan birgə əməkdaşlığı ilə Holcim deməli şirkəti biz burada qeyd edirik ki, deməli Cənubi Qafqazın ən böyük sement istehsalçılarından sayılır. Aha, daha sonra biz burada kənd təsərrüfatından bir qədər qeydlədik. Baxın, gördüyünüz kimi qulu subtropik meyvəçilik burada üstündür. Zeytun, zəfəran, badam, püstə, əncir kimi deməli bitkilərin əkili becərildiyini biz görürük və burada biz quşçuluğu qeyd elədik, südlü ətli maldarlığı qeyd elədik, üzümçülüyü və bostançılığı da biz burada qeyd edirik. Başqa biz burada Bakı İqtisadi rayonu üçün deməli turizmində, əsasən də tarixi turizmində deməli üstün olduğunu qeyd eləyirik. Yəni turizmin tarix növünün, yəni tarixi abidələrin çox olması səbəbilə. Daha sonra biz burada hava limanlarından Heydər Əliyev adlı beynəlxalq hava limanını qeyd eləyirik və həmçinin deməli Bakı dəniz limanında biz burada yerləşdiyini qeyd edirik. Aha, biz burada bir də deməli urbanizasiya səviyyəsinin, yəni şəhər əhalisinin payının həddən artıq yüksək olduğunu qeyd edirik və xidmət sahələrindən də, daha doğrusu xidmət sektorunun da burada üstünlük təşkil etdiyini biz görürük. Yəni xidmət sektorunda biz təhsil, yaşayış obyektləri, tibb və sairə kimi deməli xidmət sahələr, yəni növlərini qeyd eləmişdik. Aha, daha sonra biz keçirik Abşeron xızı iqtisadi rayonuna. Baxın, gördüyünüz kimi biz burada deməli Abşeron xızı iqtisadi rayonunda deməli baxın, burada biz Abşeronu və Xızını, baxın, Xızını və Abşeronu, Abşeron xızı iqtisadi rayonunun tərkibində yerləşən rayonlar kimi qeyd eləyirik. Və biz burada deməli Abşeron rayonunda Xırdalan şəhərinin deməli Abşeron xızı iqtisadi rayonunun mərkəzi olduğunu qeyd edirik və cəmi 2 rayondan ibarətdir. Abşeron və Xızı rayonlarından ibarət olduğunu biz qeyd edirik. Və həmçinin burada digər vacib şəhərlərdən biri sayılan Sumqayıt şəhərinin də yerləşdiyini biz
qeyd edirik ki, Abşeron Xızı iqtisadi rayonunun tərkib hissəsində deməli sayılır. Aha, biz burada baxın hansı, deməli xüsusiyyətləri qeyd eləyəcəyik. Sahəsinin 3,73 min kvadrat kilometr olduğunu qeyd edirik. Daha sonra biz burada tərkibində gördüyünüz kimi Sumqayıt şəhər ərazi dairəsi, Abşeron və Xızı inzibati rayonlarının biz deməli qeyd olunduğunu görürük. Və burada bir sıra faydalı qazıntılar vardır. Baxın gördüyünüz kimi neft, qaz, əhəngdaşı, sement xammalı və deməli digər, burada kvars, həmçinin tikinti qumu və sairə kimi müxtəlif deməli faydalı qazıntıların burada olduğunu qeyd edirik. Aha, daha sonra biz Abşeron Xızı iqtisadi rayonunda baxın biz deməli kvars və tikinti qumundan danışdıq və əhalisinin yarım milyondan çox olduğunu görürük. Gördüyünüz kimi təxminən 580 min nəfərdir əhalisi. Urbanizasiya səviyyəsinin də 91,9% olduğunu biz qeyd edirik. Yəni o da 100%-ə yaxındır Bakı deməli iqtisadi rayonu kimi. Biz burada hansı sənaye müəssisələrinin ixtisaslaşdığını görürük. Baxın gördüyünüz kimi neft-qaz hasilatı, neft-kimya, kimya və metallurgiyanın deməli inkişaf etdiyini görürük və metallurgiyada biz Sumqayıt boru prokat zavodunu qeyd edirik və bundan əlavə də elektrotexnikanın da burada inkişaf etdiyini biz qeyd edirik. Deməli Sumqayıt boru prokat zavodu biz bilirik ki, Azərbaycan neft ixrac edən ölkə olduğu üçün deməli bizə boru prokat belə deyək, daha çox lazım olur. Yəni bu neft boru kəmərlərinin salınmasında, həmçinin bunun da deməli biz Sumqayıtda istehsal olunan boru prokat vasitəsilə qarşılayırıq həmin bu tələbatı. Aha, biz Sumqayıtda daha sonra baxın gördüyünüz kimi deməli kimya sənaye parkını qeyd edirik və burada 30-a yaxın müəssisənin cəmləşdiyini biz qeyd edirik. Əsas şəhərləri də biz qeyd etdik ki, Sumqayıt və Xırdalan şəhərləridir. Həmin məhsullar da həmin bu Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya və Mərkəzi Asiya ölkələrinə, həmçinin Almaniya, Niderland, yəni Hollandiya, Polşa, Ukrayna, Braziliya, Kanada, Çin və Amerikaya biz ixrac olunduğunu qeyd edirik ki, deməli Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan məhsulların. Və biz burada kənd təsərrüfatından baxın gördüyünüz kimi deməli əsasən südlü ətli maldarlığı, daha sonra quşçuluğu, qoyunçuluğu, tərəvəzçiliyi və quru subtropik meyvəçiliyi və üzümçülüyü də səciyyələndiyini görürük. Əsas biz burada qoyunçuluğu qeyd eləyək ki, necə inkişaf edir, yəni səbəb nədir burada? Həmin bu deməli Xızı rayonunun əsas hissəsi dağlıq olduğu üçün biz bilirik ki, dağlıq ərazilər deməli yaylaq, düzən ərazilər də qışlaq kimi istifadə olunur. Və həmin bu qoyunçuluqda da Xızı rayonunun yüksək dağlıq ərazilərindən deməli yaylaq kimi və Abşeron rayonunun düzən ərazilərindən də qışlaq kimi biz istifadə olunduğunu qeyd edirik ki, həmin bu qoyunçuluğun inkişafına da öz təsirini göstərir. Və biz burada deməli Altıağac Milli Parkını qeyd edirik ki, turizmdə mühüm rol oynayır Xızı rayonunda, yəni əsasən Xızı rayonuna düşür və orada da meşə landşaftının qorunduğunu biz qeyd edirik və həmçinin Sumqayıt sahillərində də biz deməli Xəzər sahillərinin də Sumqayıt ərazisində, Sumqayıt şəhəri sahillərinə də düşdüyünü qeyd edirik. Aha, biz daha sonra Sumqayıtda deməli əlavə olaraq onu qeyd edə bilərik ki, deməli biz Sumqayıtda alüminiumun saflaşdırılmasını qeyd eləyirik. Həmin o deməli Gəncə-Qazax ərazisində çıxarılan alüminium əvvəlcə Gəncəyə, oradan da deməli Sumqayıt şəhərinə göndərilir ki, orada da deməli alüminiumun saflaşdırılması həyata keçirilir. Aha. Daha sonra biz Quba-Xaçmaz iqtisadi rayonuna nəzər yetirək. Baxın gördüyünüz kimi Quba-Xaçmaz iqtisadi rayonu deməli biz tərkibində 5 inzibati deməli rayonu görürük. Deməli Quba, Qusar,
Xaçmaz, Şabran və Siyəzən inzibati rayonlarını görürük. Burada biz Respublika tabeli şəhər qeyd eləmirik və burada deməli biz sahəsinə görə ən böyük rayonun Quba olduğunu qeyd eləyirik. Quba ümumiyyətlə biz bilirik ki, Azərbaycanın sahəsinə görə ən böyük rayonu, yəni inzibati rayonu sayılır. Hansı ki, biz deməli əvvəllər Kəlbəcəri qeyd eləyirdik gördüyünüz kimi və biz burada Ağdərə rayonunun, bu indi köhnə xəritədir. Baxın, burada biz Ağdərə rayonunun yaradılmasından sonra 2021-ci ildə, baxın, bu hissələr oldu Ağdərə qeyd eləmişəm və Kəlbəcər rayonu da bir qədər kiçildi. Və ondan sonra da biz sahəsinə görə Kəlbəcəri yox, Qubanın birinci yerdə olduğunu qeyd eləyirik ki, deməli Azərbaycanda inzibati rayonlar arasında. Və biz burada əhalisinə görə də deməli Xaçmazı qeyd eləyirik və sıxlığına görə, əhalisinin sıxlığına görə də gördüyünüz kimi Xaçmaz deməli sıxlığa görə həmin regionda birincidir və ən az da sıxlığa görə biz Şabranı qeyd eləyəcəyik ki, ən az sıxlıq da Şabrana da deməli Şabrana aiddir. Və biz burada Siyəzəni sahəsinə görə daha kiçik bir inzibati rayon olaraq qeyd eləyəcəyik. Biz burada iqtisadi rayonların müəyyən xüsusiyyətlərini qeyd eləməliyik ki, hansı ki biz burada deməli həm Xaçmazda, həm də Qusarda deməli sərhəd keçid məntəqələrini qeyd eləyirik. Xaçmazda deməli biz qeyd eləyəcəyik Yalama sərhəd keçid məntəqəsini, Qusarda isə biz qeyd eləyəcəyik deməli Samur Yalama sərhəd keçid məntəqəsini biz deməli qeyd eləyirik ki, hansı ki Rusiya ilə sərhəddə yerləşirlər. Biz daha sonra burada deməli baxaq təsərrüfatına. Deməli biz Quba-Xaçmaz iqtisadi rayonunun təsərrüfatında biz sahəsini qeyd eləmədik 6,96 min kvadrat kilometr və tərkibində olan rayonları biz qeyd elədik. Həmçinin onu da qeyd eləyək ki, biz deməli Xaçmaz rayonunun daxilində iki şəhəri qeyd eləyirik. Xaçmaz və Xudaç. Xaçmaz və Xudaç şəhərlərini biz qeyd eləyirik ki, digərlərində isə elə eyni adlı şəhərlərdir. Xaçmaz rayonunda isə Xaçmaz və Xudaç adlı iki şəhər mövcuddur. Deməli, Rusiya ilə sərhəddə yerləşdiyini dedik, həmçinin Xəzər dənizi ilə deməli sahilində yerləşir. Xəzər dənizi ilə sahilində də orada turizmin deməli üstünlüyü təşkil etdiyini biz Navran ərazisində qeyd edirik. Həmçinin Qubada da turizm, həmçinin Quba və Qusarda turizm deməli potensialı həddən artıq yüksəkdir. Biz burada deməli rayon ərazisində baxın nefti, təbii qazı Siyəzəndə, baxın burada Siyəzən rayonunda düşür neft və təbii qaz, yanar şisti, qum, çınqıl, gil və eyni zamanda meşə ehtiyatlarının və mineral bulaqlarının olduğunu biz qeyd edirik. Qalaltı biz qeyd eləyəcəyik ki, yerləşir Şabranda. Cimi, Xaşı, Xaltan, Cimi və Xaşı biz qeyd edəcəyik ki, harada yerləşir? Qubada. Bu mineral bulaqlar deməli yerləşir. Daha sonra biz deməli Quba-Xaçmaz iqtisadi rayonunun əhalisini 561 min kvadrat, daha doğrusu 1000 nəfər, yəni yarım milyondan çox olduğunu 2022-ci ilin statistikasına əsasən qeyd edirik. Biz burada deməli tərəvəzçiliyi və tumlu meyvəçiliyi qeyd edirik. Tərəvəzçilikdə biz testlərdə də düşür, qeyd edəcəyik ki, gec yetişən, tez yetişənə biz demişdik nə, indi gələcəyik ona. Deməli, cənub bölgəsində faraş, yəni tez yetişəndir, burada isə gec yetişəndir. Tumlu meyvələr də bilirsiniz ki, alma, armud kimi meyvələri biz qeyd edirik. Və həmçinin deməli, burada taxıl əkinləri üçün də müəyyən imkanların olduğunu biz qeyd edirik. Daha sonra biz burada deməli
üzümçülüyü qeyd edirik, kartofçuluğu Qusarda qeyd edirik və həmçinin biz burada deməli modul tipli istilik elektrik stansiyalarının Xaçmazda və Qubada olduğunu qeyd edirik ki, hansı ki enerjiya olan tələbatı deməli ödəyirlər. Həmçinin də burada kənardan enerji alınır. Gördüyünüz kimi kənardan enerji alınır. Müəssisələrdən deməli Xaçmazda taxılı emalı müəssisəsi, Qubada süd məhsulları emalı, Xaçmaz və Qubada meyvə konserv zavodları. Daha sonra xalça toxumada biz Quba Qusar Xaçmazı, və Siyəzəni biz qeyd edirik ki, hansı ki burada deməli qumluq ərazilər, sahilə yaxın olan meşə landşaftını qeyd edirik. Başqa bizim qeyd eləməli olduğumuz mərmər, deməli çəhrayı mərmər. Baxın, burada qeyd edirəm. Mərmər, Qubada çəhrayı mərməri biz qeyd etməliyik ki, Siyəzəndə də nefti qeyd elədik. Siyəzən broiler, deməli Siyəzən rayonunda quşçuluqda müəyyən paya malikdir. Yəni daha doğrusu üstün bir paya malikdir. Turizmdən biz Nabranı qeyd elədik və Qubanı qeyd elədik. Daha sonra biz keçək Şəki-Zaqatalaya. Şəki-Zaqatala iqtisadi rayonuna, onunla da hələ ki bitirək. Sabah da ardını davam eləyərik. Baxın, Şəki-Zaqatala iqtisadi rayonu gördüyünüz kimi çəhrayı rənglə, deməli bənövşəyi rənglə işarə olunub. Tərkibində biz Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını görürük. Deməli, həmin bu rayonların hər birinin deməli xarici ölkə ilə sərhəddi mövcuddur. Balakən, Zaqatala, Qaxın isə hər üç rayonun həm Gürcüstan, həm də Rusiya ilə sərhəddi olduğunu biz qeyd edirik. Şəki deməli Respublika tabeli şəhərdir. Mərkəz, belə deyək, inzibati rayon kimi biz Şəkini qeyd edirik. Başqa burada biz Şəkidə modul elektrik stansiyasını, İpək kombinatında qeyd eləməliyik. Zaqatalada biz deməli fındıq təmizləmə zavodu, həmçinin Qızılgül zavodunu, yəni Qızılgül yağı emalını olduğunu biz qeyd edirik. Ümumi regionda isə biz həmçinin tütünçülüyün də inkişaf etdiyini qeyd edirik. Başqa burada inzibati olaraq biz deməli Qəbələdə də biz, baxın Qəbələdə də meyvə konserv zavodunu Quba Xaçmaz kimi qeyd eləməliyik. Kənd təsərrüfatı və deməli sənayesində biz nəyi qeyd eləyəcəyik? Sahəsinin 8,84 min kvadrat kilometrdir və Gürcüstana gedən avtomobil yolunu həmin bu deməli iqtisadi rayondan keçdiyini qeyd edirik. Respublika tabeli də təkcə Şəki şəhərini biz qeyd elədik. Və iqtisadi rayonda polimetal filizləri biz bilirik ki, poli çoxlu, yəni həmin bu filizlərin tərkibində çoxlu metallar mövcuddur. Filizçayda, Katexçayda, Kaskadda bu kimi yataqlar mövcuddur. Həmçinin tikinti materiallarından qum, çınqıl, gips və digər meşə ehtiyatlarını da biz burada qeyd edirik. Əhalisi isə digər deməli iqtisadi rayonlara nisbətən çoxdur. Deməli 632 min nəfərdir 2022-ci ilin statistikasına görə və modul tipli elektrik deməli istilik elektrik stansiyaları və Mingəçevirdən alınan enerji hesabına öz enerjisini deməli belə deyək təmin edir. Başqa biz burada deməli gördüyünüz kimi qərzəkli meyvəçiliyi qeyd edirik. Hansıdır qərzəkli meyvələr? Biz demişdik ki, qoz fındıq kimi meyvələr, deməli qərzəkli meyvələr. Taxılın biz yazlıq taxıl növünü, daha sonra tütünçülüyü qeyd elədik, çayı qeyd edirik, cənub bölgəsində də var. Qızılgülü və çəltiki, yəni çəltik deyəndə biz nəyi nəzərdə tuturuq? Düyünü nəzərdə tuturuq. Qeyd edirik ki, geniş sahə tutur. Heyvandarlıqda da biz deməli maldarlığı və qoyunçuluğu, baxın gördüyünüz kimi burada yay və qış otlaqları var. Həm düzən, həm dağlıq ərazi olduğu üçün və dağlıq ərazilərdə biz bilirik ki, baramaçılıq və arıçılıq deməli inkişaf edib. Qəbələdə biz konserv zavodunu qeyd elədik, Zaqatalada Qızılgül yağı müəssisəsində qeyd elədik, fındıq təmizləmə fabrikində qeyd elədik və Şəkidə İpək kombinatında biz qeyd elədik bayaq. Mineral bulaqlardan baxın İlsu, Xalxal, Bum deməli
qeyd edirik və tarixi memarlıq abidələri də biz bilirik ki, burada say baxımından deməli üstünlük təşkil edir. Əsas mərkəzdə biz burada Şəki şəhərini qeyd edirik. Aha, biz deməli dərsi burada saxlayaq, vaxtının da bitməsinə deməli az qalıb. Kimin sualı varsa verə bilər uşaqlar.